Bir daha hoş gördük dostlar kanalımda. İndi Fenerbahçe'nin oyundayıq. Fenerbahçe Kayserispor. Galatasaray məğlub oldu Kocaelispora 1-0. Belki də bir 3 ilin ən pis oyunu oynadı. Çox dağınıq oyun oynadı. Bilinmədi kim harda, kim nə oynadı. 1-0 məğlub oldu. Yəni bir köklü oyun oynamadılar sözün aslı. Kocaelispor bir daha təbrik edirəm. Kocaelispor çox yaxşı oynadı. Hər bir mövqedə, hər bir cinahda bağladı Galatasaray oyunçularının pas. Əsasən də ortanı Torreira ilə Lemina'nı bağlayandan sonra oyun vəfşəm getdi. Məğlub oldu, bir xala düşdü Fenerbahçe ilə olan xal fərqi. 1-ə düşdü deyəndə ki, 1-ə düşəcək. 100% Fenerbahçe günləri bu imkanı əldən verməyəcək. Qələbə qazanacaq. Fikrimcə də 4 dənə, hətta 5 dənə də vuracaq. Rahat qələbə qazanacaq günləri Fenerbahçe və xalı 1-ə indirəcək. Görə necə oyun olacaq. İnşallah yaxşı bir oyun olar. Hakimin danışılmadığı. Oyundan sonra da baxdım mən bu epizoda. Məncə orada ofsayd yox idi. Çəkdikləri ofsaydı da yəqin görmüsünüz. Hardan çəkiblər? Kocaelisporun oyunçusunun dizindən ofsayd çəkiblər. Ofsaydı götürüblər. Amma bir qarış ayaqdaydı. Kocaelisporun oyunçusu bir qarış ayağı qabaqdaydı. Ofsayd yox idi fikrimcə. Yəni ofsaydı elə çəkmişdilər. Bilmirəm valla o bəhanə deyil. Yəni oynamadılar, oyun oynamadılar, uduzdular. 19 oyun sonra uduzdular. Heç nə, keçə oyun başlayır. Gözləyək ki, Fenerbahçe xal itirsin. Ən azı məğlub olsun, amma çətin məğlub olsun. Rahat qazanacaq günlər. Dostlar, kanalıma abunə olun, videolarımı bəyənin. Belə videoları çəkək, görək nə olur da, keçə oyunu dostlar. Dostlar 25 dəqiqədir, oyun gedir. Oyun ortada gedir. Fenerbahçe top Fenerbahçe'dadır. Fenerbahçe topla çox oynayır. Təhlükəli ataklar da var Fenerbahçe'nin. Bu Kayserispor da gəldi. Bir iki dənə təhlükəli epizodlar oldu, atakları oldu kornerdən zaddan. Ortada oyun gedir. Amma Kayserispor, yəni bu qədər yaxşı oynayacağını gözləmirdim Kayserispor. 25 dəqiqə kimi normal, yaxşı vəziyyətdə oynayır Kayserispor. Gol da vura bilər. Görək də inşallah Kayserispor, gözləyirəm Kayserispordan vuracaq məncə bir gol. Amma yenə də deyirəm Fenerbahçe bu oyunu yəni fərqli qazanacaq. Birinci hissədə də olmasa ikinci hissədə 3 dənə 4 dənə vuracaq Fenerbahçe. Belə şans gəlib ayağına məncə istifadə eləməlidir. Beş saat gözləyir, sonra top çıxandan sonra topu vurur qabağa. 2 saat gözləyir ki, top geçsin, çıxsın xəttdən, sonra topu vursun ortaya. Bunun vaxtında qaldır da. Normal oynayır. Valla Kayserispor normal oynayır. Prosta ki biraz ağılsızlıqdan demək gecikirlər nədir? Topu qəşəng top ara pası atdı. Top gedir xəttə doğru çıxmağa, çıxandan sonra topu qaldırır. Vaxtında bunu qaldırır orta ilə də. Belə o nə bilim valla çox belə zəiflər. Oynamayla oynayırlar amma biraz son şeylərdə Fenerbahçe qapısına gələndə özlərini itirirlər, nədir? Topu tez itirirlər. Ya topa vaxtında şey elə bilmirlər, müdahale elə bilmirlər. Evet. Vuracaqlar da pis. 1-0. Bəlavızı verməsiniz ya. Hazırlanmış şeydi ya. Hazırlanmış zərbə zərbəsi idi. Qəşəng də vurdular. Bir 0. Hazırlanmış şeydi. Bu məlum məsələdir. Fenerbahçe əlində belə şans gəlib bu oyunu qələbə qazanmasa bunların öz mallığından olacaq. Qələbə qazanmalıdır. 3 dənə 4 dənə demişəm vuracaq. 1-0. İki 0.
Məlum məsələdir. Bir dənə vurdular, sonra da ardı gələcək. Fenerbahçe yaxşı oynayır. Gördü Galatasaray'ın xal itirməni. Yaxşı oynayır. 2-0. Sürətli Ederson yaxşı başladı oyuna. Sürətli başladı oyuna və gəldilər. Semedo'nun pası. Fred. Nene. 2-0. Evet 4-5. Kül sənin başıva. Kül sənin başıva. 2 metreden vurdu qapısının üstünə topa. Şansa baxırsan 2 metreden vurdu qapısının üstünə. Onu bir dənə vura bilmədi qapıya. Bədbəxtsən sənə, nə tərə oyuncusan sənə. Oyda. Buradan bura vura bilmədi, buradan bura onu da zəif vurdu, qapısının üstünə vurdu Ederson qucağına. Kül başıva səndə. Şans ayda bir dəfə gəlirsən. Vur bunu da. Bu da gələ bax 3. 3. Belə oynayarlar. Galatasaray'a baxsınlar, gör necə oynayır Fenerbahçe. Dünkü oyunlarına baxsınlar, oynadığı ucuzluqlara oynayın. Bir də indi Fenerbahçe oynadığı oyuna baxsınlar. Bura bax, bura necə vura bilmədi bu nə? Bura bax. Vurduq topa bax sən. İlk hissə bitti dostlar. İlk hissə Fenerbahçe 2, Kayserispor 0. Fenerbahçe hala qəşəng oyun oynayır. Bir 30 dəqiqə böyle epizodlar yoxdu, ortada gedirdi oyun. Fenerbahçe topla çox oynayırdı amma. 35'ten sonra 2 dənə arda gol vurdu, 2-0. Bir dənə də şeyin şansı oldu. Kayserispor'un. Onu da 2 metreden vura bilmədi. Topu qapısının üstünə vurdu, Ederson tuttu. Yaxşı oynayır Fenerbahçe. İkinci hissədə görüşər dostlar. Dostlar 3-0 oldu. Fenerbahçe 3-0 elədi. Nene ilə ikinci golunu attı Nene. Mən indi başladım çəkmə yanına. 3-0 rahat qələbə demişəm. 4-0, 5 də ola bilər. 4-1 belə rahat. Kayserispor onsuz elə gücü yoxdur. Birinci hissə biraz yaxşı oynadı. Bir 30 dəqiqə zad. Ondan sonra da heç də bir gol buraxandan sonra təmiz bitdi. Fenerbahçe yaxşı oynayır. Həqiqətən də yaxşı oynayır Fenerbahçe. Yəni bu oyunla belə oynasa Fenerbahçe 2 həftə sonra bu həftə gələn həftə yox da, gələn həftə yox. O bu həftə yox, 3 həftə var şeyində Galatasaray Derbiyə. Bu oyunu oynasa öz meydanında Fenerbahçe, Galatasaray'da bugünkü oyunu oynasa Fenerbahçe rahat Galatasaray'ı udar. Yəni ikisinin bugün oynadığı oyunlara görə. Rahat 3-0, indi 4-5 də ola bilər, olacaq da. Düşdükcə bir xal fərq oldu. Sözü liqalar uzundur, bilmə olmaz nə olacaq. Fenerbahçe də qazana bilər. Yəni yaxşı götürüb. Tedesco bilinir ki, Tedesco fərq yaradıb şeydə, Fenerbahçe'də görünür. Mourinho'ya görə daha şey oynayır. Mourinho müdafiə oynayırdı. Tedesco daha hücuma oynadır komandanı, daha tez oynayırlar. Daha əvvəl çəkinərək oynayırdılar, indi daha yaxşı oynayırlar. Ona görə də ki, yəni derbi maraqlı oyun olacaq. İndi Kayseri gəlir. Verdi pası. Çıxar. Vur. Gol. Gol. 3-1. Şeydə sürətli gəldi. Kayseri'də qəşəng sürətli gəldi. Onlar da kontra ilə sürətli çıxdılar, yaxşı verdilər. Vurdular amma demişəm də 4-1, nə bilim 5-1 belənçi olacaq amma Fenerbahçe yenə də rahat qazanacaq. Burada kimin səhvi idi? Səhvi. Mərcan idi, kim idi? Gol. 3-1. Kayserispor'un elə gücü yoxdur. Yəni Fenerbahçe'yə davam gətirəcək gücü yoxdur. Baxma bir dənə gol vurdu amma 90 dəqiqə belə oyunu oynaya bilməz. Onsuz oynadığı oyunda bir şey deyil. Amma 30 dəqiqəni oynadılar da. 30 dəqiqə demək olar ki, müdafiədə topları çıxartdılar, arada hücuma çıxıb top saxladılar, elədilər. Yenə də gəlir Fenerbahçe.
Çıxartdı müdafiə. O çox sürətli oynadı. Fenerbahçe yaxşı oynayır. Bu Fenerbahçe bu oyunda baxıram, demək Galatasaray günlərindən oynadı görəsən. Bu oyun bugünkü bu iki oyun Fenerbahçe'nin bugün indi oynadığı oyunu Galatasaray'ın da bugün məğlub olanda oynadığı oyun derbi oyunu olsaydı Fenerbahçe bu dəqiqə 4 dənə vurmuşdu Galatasaray. Verdə. Vur. Ayda. Çata bilmədi. Yaxşı gəlmişdi ya Kayseri'yə. Bir anda kontra-ataka gəldilər. Pası uzağa düşdü də. Onun üçün boşdaydı. Pası uzağa düşdü. Qəşəng Kayseri. Bayaq o qədər qışqırdım, başım ağrıdı. Deyir. Qışqırdım, əsəbləşdim, başım ağrıdı. Dört bir. 4-1. Oldu, bu da getdi. 4-1 Fenerbahçe 4. Kayseri Spor 1. Görsət də da. 4-1. Offside yoxdur. Offside yoxdur. Qəşəng də vurdu. Fenerbahçe yaxşı oynadı. Başqa deyiləcək söz yoxdur. Dört iki. Prosta bırakırlar da, bırakırlar. 4-2'dir, bırakırlar. 75. dəqiqə Fenerbahçe 4, Kayseri Spor 2. Prostaki pasa bax, qəşəng pas verdi ya. Offside yoxdur, qəşəng ara pası verdi. Kim idi orada səhv eləyən? Mert'in ara pası çox qəşəng verdi. 4-2. Bu oyun fikri olmaz, dönməz yəni bərabərliyə də, amma yaxşı gol vurdu. 4-2, indi Fenerbahçe birini də vurar. 75. dəqiqədir. Gəldi bax, yenə gəldi bax. Fred. Vur! Direkdən döndü. Ayda. Üçüncü gol vuracaqdı Kayseri'yə. Oyunda qutardı, 93. dəqiqədir. Vuracaqdı ya, 4-3. Onsuz da ucuzda və sözcə, golu vursaydı daha yaxşı olardı. Qutardı da, qutardı. Mesela oyun qutardı, Fenerbahçe 4-2 qazandı, yaxşı oyun oynadı. Axırlarda biraz boş oldu şey. Adına biraz boşaldı oyunda. Amma layiqli qələbə qazandı. Yaxşı oynadı. Oynatmağa imkan vermədi. Sonlarda biraz ikinci hissədə biraz boşluq buraxdı. 2 dənə gol vurdu. Yaxşı gol vurdular Kayseri Spor. Üçüncünü də vuracaqdı, direkdən döndü. Kafa vuruşu buradan direkdən döndü. Bir xala indi Galatasaray'la xal fərqi. 29 xal Galatasaray'da, 28 xal Fenerbahçe'də. 2 həftə sonra 3 həftə sonra derbi olacaq. Fenerbahçe meydanında görə oyunda necə olacaq. Biraz da Galatasaraylı oyuncular bu gün oynadıkları oyuna baxsınlar. Bir də Fenerbahçe'nin bu gün oynadığı oyuna baxsınlar. Biraz nəticə çıxarsınlar məncə. Derbidə elə oynasalar Fenerbahçe birinci olar. 2 dənə də heç vura bilməz Galatasaray. Sizə burada dostlar videonu kanalıma abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın, bildirimləri açın ki sizə video paylaşanda bildirim gəlsin, videolarımı izləyəsiniz. Sağ olun dostlar.